Faiq Əflatınoğlu, Gəncə şəhəri Kəpəz rayonu Nigar Rəfibəyli küçəsi ünvan altında yaşayan vətəndaş olaraq 2020-ci ildə 2-ci Qarabağ müharibəsində erməni terrorçular tərəfindən balistik raket atılması nəticəsində mənim evim tam yararsız hala düşmüşdü. Bunda cənab prezidentin diqqəti, qayğısı nəticəsində öz nümayəndələrini göndərərək bizim evə baxış keçirilmişdi. Mənə kompensasiya ödənildi bununla bağlı. Ev tam yararsız hala düşdüyü üçün. Mən oradan aldığım kompensasiyanı götürərək mən düşündüm ki, Göygöl rayonu Çaykənd kəndində bir dənə mənzil alım, orada kənd təsərrüfatından məşğul olaq, burada yerləşək, məskunlaşaq. Bununla bağlı da evi almamışdan öncə mən Göygöl rayonu Çaykənd kənd bələdiyyəsini, ev sahibini, bir də bələdiyyə köməkçisini dəvət elədim. Bu evin torpaq sahələrinə baxdıq, baxış keçirdik. Mənə dedilər ki, 1993-cü ildən, 94-cü ildən bu evin giriş qapısı olan ərazini göstərib, bu evə məxsus olduğunu bildirdilər. Evi aldıq, alqı-satqı eləyəndən sonra, buyuruq baxa bilərik. Evi alqı-satqı eləyəndən sonra mənə bildirdilər ki, buradan sənəd giriş qapım buradandır. Mən evi tam sənədləşdirdim. Tam sənədləşdirəndən sonra bələdiyyə bunu mənə sənədləşdirmək üçün məndən vəsait tələb elədi. Mən həmən vəsaiti ödədim. Həmən vəsaiti ödəyəndən sonra... Nə qədərdir həmən vəsait? 2500 manat pul istədilər məndən. Bəli. Həmən vəsaiti bir hissəsini ödədim. 200 manat əvvəlcədən ödəmişəm. Baş prokurorluğa da yazılı qaydada müraciət eləmişik, orada da var. Sonra 1800 manatda bir ödəniş elədim. 3 etaba istədilər pulu məndən. Mən bu pulları ödədim. Ödəniş eləyəndən sonra ondan qabaqcada mənə demişdi, burada damtik tikmişəm. 8000 manata qədər xərc çəkmişəm burada. Zabor çəkdirib mənə, su çəkdirib mənə. Qapı qoydurulur, qapım ola. O torpağın da bir hissəsini qonşuya dedi bağışlayaq. Qonşu narazılıq eləməsin, onu da bağışladım. Qonşuya xərclər çəkdirib. Bundan 2021-ci ildə, 22-ci ildə bu işləri gördürdülər mənə. Bundan sonra da 2026-cı ildə mən axır qərara gəldim ki, mənim torpağım nə haldadır, nə vəziyyətdə, niyə sənədləşdirmirsən? Mənim məhkəməyə dəvət elədi, məhkəməyə verdilər. Məhkəmə də məni dinləmədən, fikirlərimi izah elədim, heç fikir vermədən qərar çıxartdılar ki, həmən torpaq zabor qapı sökülsün, bələdiyyə təqdim olunsun. Gəldilər, məlumat vermədən, fikir bildirmədən, özləri mənə vurduğu ziyanı, tikdirdikləri zaboru, darvazanı, hər bir şeyi sökərək bu hala saldılar. Bir vətəndaşa erməni silahlı qüvvələri tərəfindən, terrorçular tərəfindən dəymiş zərbənin üstünə Göygöl rayon Çaykənd kənd bələdiyyəsinin gəlib bir də belə zərbə vurması, bu hala salması, yəni bu xoşagəlməz bir haldır. Mən buradan cənab prezidentə xahiş edirəm, səslənirəm, vitse-prezidentə xahiş edib səslənirəm. Mənim səsimə səs versinlər. Mən burada tək deyiləm. Bütün kənd cəmaatının, kənd təsərrüfatından məşğul olanların, fermerlərin, otlaq yerlərini, fermalarını, şəhid ailəsinin torpağını Sumelorasiya nümayəndələrinə verib, şəhid ailəsinin xəbəri olmadan quyu vurdurublar. Oradan kompensasiya alıblar, saxta yolla qol çəkib, o vəsaiti mənimsəyiblər. Xoşagəlməz hallara yol verirlər. Dəfələrlə olubdur ki, bu adamın baş prokurorluqda korrupsiyaya qarşı rüşvətxorluq mübarizə idarəsində 12-yə, 13-ə yaxın 6 ildir bu bələdiyyə işləyir. Sadiqov Vaqif belə hallara yol verib. Dəfələrlə baş prokurorluqda çağırıbdır, işinə baxılmayıb. Nəsə hələ də çöldə azad gəzir, çöldə yaşayır, işləyir, gedir, gəlir. Bütün kənd cəmaatını belə bir vəziyyətə gətirib çıxardır. Cənab prezident sağ olsun, Qarabağdan o tərəfdən tikə-tikə gəlir, qurur, yaradır, şərait qurur cəmaata, xalqa. Bunlar da bu tərəfdən bu şəkildə bütün 8-9 kəndə baxır bələdiyyə. Bütün kənd cəmaatını bu vəziyyətə, zəril vəziyyətinə gətirib çıxardıq. Belə bir vəziyyətə gətirib çıxardıq. Sizə ümumilikdə nə qədər ziyan vurub bələdiyyə? Ümumilikdə hardasa mənə ziyan vurubdur. 8500-9000-ə yaxın ziyan vurubdur. Halbuki bunların hamısını özünün göstərişi ilə olub, özü göstəriş veribdir, köməkçisinin göstərişi ilə olubdur. Bir sot torpaqdan ötürü məndən bir belə pul istəyiblər, bir belə də maddi ziyan vurublar mənə. Bax, yaxşı, sizin evinizə giriş, həyətinizə giriş buradandır, gördüyümüz bu istiqamətdəndir. Bəs bunu əgər sizə verməyəcəklər təqdirdə, onda belə çıxır ki, siz hava ilə gəlib işləməlisiniz də bura.
Bəs bu giriş buradandısa, bunu da almışsınız vaxtilə özün iştirakı ilə. Bunu necə başa Mənim düşmək olar? Çox üzr istəyirəm. 93-cü ildən burada yaşamışıq da biz 88 qaçqınıyıq. Mənim bu evin uşaqlığım bu kənddə keçdiyi üçün mən bilirdim bu evi aldığım adam da buradan giriş-çıxış eləyib. 93-cü ildən buradan bu evin qapısı olub da, həyəti olub, istifadəçisi olub ev sahibi. Alanda da buranı mənə göstəriblər. Açar da təqdim ediblər ki, bələdiyyə də, köməkçisi də, ev sahibi də ki, sənin qapın budur. Açarı veriblər, bu torpaq da sənə sənədləşəcəkdir. 51 olaraq dələduzluq hallarına yol veriblər. Bu dövlət qulluqçularıdır, dövlət məmurlarıdır. Bundan başçının da xəbəri var. Başçının birinci mavininin də xəbəri var. O birisi mavinlərin də xəbəri var. Hər birindən görüşmüşəm. Mənim anam şəhid bacısıdır. Dəfələrlə getmişəm, cənab başçı qəbul eləməyibdir. Demişəm şəhid bacısıdır. Səbəb göstərin, niyə qəbul eləmirsiniz? Elvin Paşayev qəbul eləyibdir. Deyiblər ki, kömək göstərin. Bələdiyyən qaldırıblar ki, dur get, vətəndaşa kömək elə, kömək göstər. Bələdiyyə də göstərdiyi kömək budur. Bunun hamısı bilir. Baş prokurorluğa da yazıb vermişik, məlumat vermişik. Baxan yoxdur. Polisə vermişik, baxan yoxdur. İcra başçısına deyirik, baxan yoxdur. Bələdiyyə də gedirsən otağına ki, mənə bir belə niyə ziyan vurmursan? Deyir ki, ölkənin yiyəsi yoxdur, get kimə istəyirsən şikayət elə. Aydındır. İndi iş hansı mərhələdədir hazır ki işiniz? Heç kəs baxmır, heç kəs maraqlanmır. Mən gözləyirəm ki, 2 gün, 3 gün öncə cənab prezidentə, Mehriban xanıma, Ədliyyə Nazirliyinə, Baş prokurorluğa, Göygöl prokurorluğuna məktublar göndərmişəm. Məktub da buradadır. Bir dənə baxın, zəhmət olmasa baxın. Burada hamısını qeyd edib, sürətini Mehriban xanımdan belə hamısına göndərmişəm məktubların. İnşallah olsun ki, yəqin ki, səsimə səs verərlər. Çünki burada bu Çaykənd kənd bələdiyyəsi birbaşa cənab prezidentə qarşı çıxır. Cənab prezidentin diqqəti, qayğısı cəmaatın üstündən əski eləmir. Cənab prezident qaçqınlarımızı yerləşdirir. Mən özüm tikintidə iş sahəsində çalışıram, Laçında, Qubadlıda işləyirəm. Biz oradan tikə-tikə gəlirik. Cənab prezidentin göstərişi ilə diqqətli qayğısı nəticəsində bunlar da buradan sökə-sökə gedir. İndi biz bilmirik, erməninin bizə vurduğu zərərin dərdini çəkək, stresini yaşayaq. Yoxsa Çaykənd kənd bələdiyyəsinin bu 8 kənddə bu vəziyyətdir. Yüzlərlə adam tökərəm bura ki, birinin malqara otlaq sahəsini aldadıb satır, birinin fermasını sökür, birinin şəhidin torpağını satır, birinin torpağını saxta yolla qol çəkib satırlar. Bunun bu dəqiqə işi baş prokurorluqdadır. Aydındır. Ümidvarıq ki, əlaqədar qurumlar sizin bu çağırışınıza müsbət reaksiya verəcəklər və günlərin bir günündə sizin probleminizin həll olunması münasibətən yenidən bu ərazidə bir çəkiliş aparacağıq. Çox sağ olun. Əlavəniz yoxdur ki? Yox, çox sağ olun.